Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq olunacaq. Operativ media xəbər verir ki, bu barədə Əmək Məcəlləsinə dəyişiklik ediləcək. Ümumdünya Əməyin Mühafizə Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri mövzusunda beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev bildirib ki, Nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə davamlı tədbirlər görülür. Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əmək haqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əmək haqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı seçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların və sair məsələləri nəzərdə tutulur deyə nazir bildirib.